Hər vaxtınız xeyir müəllimim. Bir digər dərsimizdə yeni 6-cı olan qapı kilidlərinin növləri, quruluş və quraşdırılması dərsidir. İlk öncə gəlirik ki, kilidlər nədir, hansı növləri var, hansı hissələrdən ibarətdir, əsas xüsusiyyətləri nədir, bunları izah etməyə. Deməli müəllimlər, qapılar kilid vasitəsilə bağlanır. Bu hər birimizə aydın olan bir məqamdır. Kilidləri fərqləndirən əsas cəhətlər nədir? Vacib bir hissədir. Kilidləri fərqləndirən əsas cəhətlər gizlilik mexanizminin növü. Deməli, bu sualın cavabı bizə desək ki, kilidləri fərqləndirən əsas cəhət nədir? Deyirik ki, gizlilik mexanizminin növü və onun quraşdırılma üsuludur. Deməli, kilidləri fərqləndirən cəhət nə oldu? Gizlilik mexanizminin növü və quraşdırılma üsuludur. Hər bir kilid gövdədən, siyirmədən, məxfilik mexanizmindən və onun təkrar olunmazlığından ibarətdir. Məhz elə bu etibarlılıq və keyfiyyətin nümunəsi kimi göstərmək olar. Kilidlərin neçə növü var? Kilidlərin 3 növü var: taxma, üstdən qoyulma və asma kilidlər. İndi biz danışacağımız hissə üstdən qoyulma kilidə aiddir və burada da şəkil 1-də də üstdən qoyulma kilidin şəkli göstərilmişdir. Üstdən qoyulma kilidi quraşdırmaq, daha doğrusu buradan başlayaq. Taxta qapıların qorunması rolunda istifadə olunur üstdən qoyulma kilid. Deməli, nədə? Taxta qapıların qorunmasına üstdən qoyulma kiliddən istifadə olunur. Bəs desək ki, bu kilid belə deyək, nədə, harda istifadə olunur? Taxta qapılarda və qapıların qorunmasında mühüm rol oynayır həmin bu üstdən qoyulma kilidlər. Daha sonra nəyə görə? Çünki bu növü olduqca quraşdırılması daha asan bir növdür. İndi gəlirik bunun quraşdırılmasına. Necə quraşdırırıq? Üstdən qoyulma kilid quraşdırmaq üçün əvvəlcə qapının dirəyində döşəmədən təxminən 1,2 metr hündürlükdə, nə qədər? Döşəmədən 1,2 metr hündürlükdə kilidin yeri üçün kilidin yerini müəyyənləşdirmək üçün karandaşla bərkici lövhə üçün novun yeri nişanlanır. Karandaşla bərkici lövhə üçün novun yeri nişanlanır. Nov elə dərinlikdə kəsilir ki, bərkici lövhə qapının dirəyi ilə eyni səviyyədə olsun. Bərkici lövhə qapının dirəyi ilə eyni səviyyədə olsun. Sonra isə qapıda iki tərəfi açıq dəlik açılır. Dəliyin diametri silindrik mexanizmin diametrindən 1-2 mm enli olmalıdır. Nəyin diametri? Dəliyin diametri silindrik mexanizmin ölçüsündən 1-2 mm enli olmalıdır. Deməli, bir daha deyirəm. Üstdən qoyulma kilidin quraşdırılması bu formada gedir. İlk öncə deyir ki, döşəmədən təxminən 1,2 metr hündürlükdə kilidin yerini müəyyənləşdirmək üçün karandaş vasitəsilə bərkici lövhə üçün novun yeri nişanlanır. Karandaş vasitəsilə bərkici lövhə üçün novun yeri nişanlanır. Baxın, novun yeri nişanlanır bərkici lövhə üçün. Nov elə dərinlikdə kəsilir ki, bərkici lövhə qapının dirəyi ilə eyni səviyyədə olsun. Nov elə dərinlikdə kəsilir ki, bərkici lövhə qapı ilə eyni səviyyədə, qapının dirəyi ilə eyni səviyyədə olsun. Sonra isə qapıda iki tərəfi açıq dəlik açılır. Dəliyin diametri silindrik mexanizminin ölçülərindən 1-2 mm nə olur? Enli olur. Dəliyin diametri. Və burada üstdən qoyulma kilidin quruluşunu verib gövdə, silindrik mexanizm, halqa, dil, kilidləmə taması, bərkici lövhələr və siyirmə. İndi baxırıq hansıdır. Birinci hissə nədir? Birinci hissə deməli bunun gövdəsidir. Birinci hissəsi gövdədir. 2 silindrik mexanizmdir. 3 halqadır. Baxın, burada olan halqadır. 4 dildir. 5 kilidləmə tamasasıdır. 5-ə baxırıq. Kilidləmə tamasasıdır. 6 bərkici lövhələrdir. Həmçinin də baxın, bu da bərkici lövhədir.
Baxın, bu da bərkici lövhədir. Baxın, altını görürsünüz, ortaq bir nöqtə qoyub. Hər ikisində də var. Deməli, burada olan da bərkici lövhədir. Sanki görürsünüz də, buradan çıxıntı kimi var. Bu da bərkici lövhədir. Bu da bərkici lövhədir. Və 7 isə nədir? Siyirmə adlanır. Sonra deyir ki, həmin dəliyə mexanizm yerləşdirilir. Artıq orada bir dəlik açmışıq ki, baxın, bu üstdən qoyulma, belə deyək də, kilidi yerləşdirmək üçün və kilit qapının gövdəsində möhkəm sıxılır. Həmin kilit qapının gövdəsində, harda? Gövdəsində möhkəm sıxılır. Sonra bu şuruplara gəlirik. 2 qısa şurupla qapının yan hissəsinə, 2 qısa şurupla yan hissəsinə, 2 qısa şurupla, 2 uzun şurupla isə qapının lövhəsinə perpendikulyar şəkildə bərkidilir. Qapının üst tərəfində halqanı quraşdırmaq üçün 2 qısa şurupdan istifadə edirik. Sonra bundan sonra qapı çərçivəsində kilidləmə tamasasının yeri nişanlanır. Bərkici lövhə üçün novun yerində nov üçün açılmış yuva seçilir. Bərkici lövhə qapının çərçivəsinə 2 qısa, kilidləmə tamasası isə 2 uzun şurupla bərkidilir. Deməli desək ki, nəyə baxırdıq burada? 2 qısa şurupla qapının yan hissəsinə, 2 uzun şurupla qapının lövhəsinə perpendikulyar şəkildə bərkidilir. Bunu bildik. Sonra 2 qısa şurup buradadır. Deməli, perpendikulyar birləşmədə deyil 2 uzun şurupla. Daha sonra halqaların quraşdırılmasında 2 qısa şurupdan istifadə olunur. Sonra qapı çərçivəsində kilidləmə tamasının yeri nişanı, bərkici lövhə üçün bu heç. Başqa nə var idi burada? Lövhə qapının çərçivəsinə, baxın, lövhə qapının çərçivəsinə əsas hissələrdən biridir. Lövhə qapının çərçivəsinə 2 qısa, 2 qısa. Kilidləmə tamasası isə 2 uzun şurupla bərkidilir. Deməli, həmin bu lövhə qapının çərçivəsinə 2 qısa şurupla, kilidləmə tamasası isə 2 uzun şurupla bərkidilir. Taxma kilidlər nədir? Taxma kilidlər həm giriş, həm də daxili qapılar üçün müasir kilidlərin əksəriyyəti daxildir. Yəni belə deyək də, bizim öz evimizdə istifadə etdiyimiz, hər birimizin evində istifadə etdiyimiz zaten taxma kilidlərdir. Otaqların qapılarında istifadə olunanlar, hər biri çoxluğu belə deyək, taxma kilidlərdən istifadə olunur. Taxma kilid qapının dirəyinə daxil edilir və dəstə ilə birləşdirilir. Baxın, sanki bir qapının dirəyində açılan bir yer var, ora yerləşdirilir. Belə orta tərəfdən, iç hissəsindən və o dəstə ilə birləşir. Bilirsiniz ki, o dəstə ilə birləşir. Və bu nə üçün istifadə olunur? Taxma kilidlər. Taxma kilidlər adətən təhlükəsizlik baxımından və təmirə yararlılıq baxımından istifadə olunur. Ona görə də deyirik taxma kilidlər. T üstəgəl təhlükəsizlik, plus təmirə yararlılıq baxımından etibarlıdır taxma kilidlər. Burada deyir ki, əsas hissəsinin qapının dirəyinə yerləşməsi taxma kilidin başlıca xüsusiyyətidir. Desək ki, taxma kilidin başlıca xüsusiyyəti nədir? Deyirik ki, həmin qapının dirəyində açılmış yerə, dirəyində açılmış oyuğa yerləşdirilməsi onun başlıca xüsusiyyətidir. Sonra xaricdə yalnız açar yuvası görünür. Bəli, tutqacı, yəni tutacağı, yəni ki, dəstəyi və bərkitmə yerlərini gizlədən dekorativ panel çıxır. Xaricə deyir, yalnız açar yuvası, dəstəyi və bərkitmə yerlərini gizlədən dekorativ paneli, yəni onun qıraqları, dəmir hissələri falan var. Baxın, o paneli görsənir taxma kilidlərdə. Bayaq dediyim kimi, qapının dirəyinə qoyulan taxma kilidin qarşı hissəsi lövhə görünüşündədir. Deməli, necə deyir? Deyir, qapının dirəyinə qoyulan taxma kilidin qarşı hissəsi lövhə görünüşündədir. Nə görünüşündədir? Lövhə görünüşündədir. Bu hissədə qarşıdakı çərçivə qutusuna kəsilərək yerləşdirilir. İstənilən materialda olan qapıya taxma kilid prinsipi bu prinsip üzrə qurulur. Ən yüksək təhlükəsizlik, bayaq bunu dedim, yüksək təhlükəsizlik və təmirə yararlı olmasına görə silindrik mexanizmli taxma qapı kilidləri çox yararlıdır. Qapının layına yerləşən üstdən qoyulma kiliddən fərqli olaraq taxma kilid qapının dirəyində açılmış xüsusi oyuğa yerləşdirilir. Deməli, onda üstdən qoyulma kilid hara yerləşdirir? Üstdən qoyulma kilid qapının layına, baxın, qapı layına yerləşir. Amma taxma kilid isə qapının dirəyində açılmış xüsusi oyuğa yerləşir.
Bəs burada bir şey var idi bu hissədə. Deyirdi ki, əsas hissəsinin qapı dirəyinə yerləşən taxma kilidin başlıca xüsusiyyəti nə idi desəydik, onda deyirdik ki, əsas hissəsinin qapı dirəyinə yerləşdirilməsi, əsas hissəsinin qapı dirəyinə yerləşdirilməsi onun başlıca xüsusiyyətidir. Bəs burada ikinci məqam nə idi? Deyir ki, onu, yəni üstdən qoyulma kiliddən fərqləndirən, yəni taxma kilidlə üstdən qoyulma kiliddən fərqləndirən qapının dirəyində açılmış xüsusi oyğa quraşdırılmasıdır. Bu isə onun fərqli cəhətidir. Sonra burada da onun quruluşunu verir. Quruluşu nədir? Gövdəsidir. Baxırıq. 1 hardan? 1 buradan deyək kilidləmə tamasası, 2 bərkici lövhə, 3 isə onun gövdəsidir. Nə oldu? 1 kilidləmə tamasası, 2 bərkici lövhələr, 3 isə onun gövdəsi hesab olunur. Sonra müəllimlər, asma kilidlər nədir? Asma kilidlər daha geniş yayılmış kilidlərdir. Asma kilidlər daha geniş yayılmışdır. Nəyə görə? Çünki bunların quraşdırılması və istismarı olduqca sadə və asandır. Bu növ kilidlər qarajların, anbarların, darvazaların, tövlə və digər yardımcı təsərrüfatların qapılarının darvazalarına uyğun gəlir və ona görə də çox istifadə olunur. Bu asma kilidlərin quruluşu eynidir. Yəni bütün asma kilidlər, hansı ki bu qıfıllar da belə deyək, bunların bütün hamısının quruluşu eynidir. Nədir burada quruluşları? 3 hissədən ibarətdir. Gövdəsi, silindrik gizli mexanizmi və qövsdən ibarətdir. Nə oldu? Gövdə, gizli mexanizmi və qövs. Bağlayıcı element deyirik, bağlayıcı element qövsdür və bundan ibarətdir. Gövdə kilidin əsasını təşkil edir. Desək ki, kilidin əsasını nə təşkil edir? Baxırıq ki, kilidin əsasını elə həqiqətən də gövdə təşkil edir. Böyük bir hissəsini o tutur. Gövdə nədir? Gövdə məxfilik mexanizmi. Gövdədə, yəni burada məxfilik mexanizmi yerləşir və qövs bərkidilir. Baxın, qövs də budur. Bunu deyir. Məxfilik mexanizmi gövdədə yerləşir və burada deməli polad qövs bərkidilir. 1 və yaxud da 2 nöqtədən. Nəyə görə? Çünki baxın burada 1 və yaxud da 2 tərəfli olur da bilirsiniz. 1 və yaxud da 2 nöqtədə. Gövdə müxtəlif məxfilik mexanizminin və qoruyucu üzr istəyirəm. Bir daha deyim. Gövdə məxfilik mexanizminin və qövsün davamı olaraq bağlama elementlərinin bir qisminin qorunmasının rolunu oynayır. Nə? Gövdə. Gövdə məxfilik mexanizminin və qövsün davamı olaraq bağlama elementlərinin bir hissəsinin qorunmasının rolunu oynayır. Sonra burada şəkil adı asma kilidi göstərir, B-də isə asma kilidin quruluşunu göstərir. Nədir? Qövsdür, qövsün bağlama mexanizmləridir, bunları göstərir. Gövdədir, silindrik mexanizmdir və açardır. Daha sonra məxfilik mexanizmi kilidin əsas hissəsidir. Məxfilik mexanizmi kilidin əsas hissəsidir. Bəs əsasını nə təşkil edirdi? Əsasını gövdə təşkil edirdi. Amma əsas hissəsi isə nədir? Məxfilik mexanizmidir. Bəli, məxfilik mexanizmi olmasa zaten o kilidin bir mənası olmaz. Nə üçün istifadə olunur? O kilidin qövsünü bağlı vəziyyətdə saxlanmasını təmin edir. Yəni məxfilik mexanizmi kilidin qövsünü bağlı vəziyyətdə saxlanmasını təmin edir və icazəsiz açılmasının qarşısını alır. Kilidləmə elementi nədir? Kilidləmə elementi bayaq da dedim polad qövsdür. Onun köməyi ilə kilid bərkidilir və qapıların kilidlənməsi təmin edilir. Və bir qayda olaraq qövs bəndə taxılır. Testlərə çox vaxt düşür. Qövs bəndə taxılır. Bəndin daşınan elementi nədir? Qapı və qapaq. Yəni qapısı, qapağı onun daşınan elementidir. Bəs sabit elementi nədir? Qapı çərçivəsi yerləşdirilmiş deşikləri olur. Yəni bu asma kilidlər belə deyək də bu qapının bilirsiniz də bir çərçivəsi olur, bir də layı olur. Həmin bu çərçivəsi onun daşınmayan elementidir, sabit elementidir. Amma daşınan element isə qapıdır, qapı qapağıdır. Bunlar isə onun daşınan elementidir. Yəni bu asma kilidləri orada deşikləri nəyi nəzərdə tutur? 2 belə kırçok kimi olur. Yəni qıfıllamaq üçün də biri adətən çərçivədə olur, biri isə qapı layında olur, üzərində olur. Onları keçirdirsən, yəni iki tərəfdən və beləliklə qıfıl kilidlənir.
Sonra təhlükəsizlik qaydaları var. Burada deyir ki, oyub yerləşdirmə zamanı kilidin bağlayıcı mexanizminin zədələnməsinə saz olmayan alətlərin istifadəsi səbəb ola bilər. Çəkici metal hissəsi dəstəkdə kip oturmalı və iskənənin tiyəsi iti olmalıdır. Sonra prinsip etibarilə elektrik ötürücülü alətin burğunun da saz işləməsi vacibdir. Bağlayıcı mexanizm quraşdırılması zamanı zədələnmə qapı dayağının bir hissəsində oyulduqda yonqarın hissə-hissə ətrafa səpələnməsi ilə bağlıdır. Mexaniki elementlərin gözümüzü zədələməməsi üçün xüsusi qoruyucu eynəklərdən istifadə etmək lazımdır. Belə müəllimlər, bu dərsdə bu qədərdir. Dərsdə nə aydın olmasa bir daha sizə izah edəcəm.